Dostum, hürmətimə, mehmanın, har vaxtının xeybubu inşallah. Bütün Talış eli adından sizi salamlayıb deyirəm. Talış Folklor Gecəsi məclisinə xoş gəlmişsiniz. Əziz dostlar, biz bugün Böyük Folklor Bayramının iştirakçılarıyıq. Bugün biz möhtəşəm Talış folklorunun təntənəsinə yığışmışıq. Hamınızı təbrik edirəm. Bugünkü tədbirin ərsəyə gəlməsində əməyi olan hər birinizə, bütün folklor ansambllarının üzvlərinə, eləcə də ayrı-ayrı təşkilatların, o cümlədən Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, 4 rayonun icra aparatlarının rəhbərlərinə, Mədəniyyət Nazirliyinə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və nəhayət Prezident Administrasiyasının rəhbərliyinə təşəkkür edirəm. Dostlar, bugün təkcə biz sevinmirik. Eləcə də nənələrimizin, babalarımızın ruhu sevinir. Çünki biz onların arzularını həyata keçiririk. Bu folklor bayramına ruhları sevinən insanların bəzilərinin yada salmaq istəyərdim. Ümbülbalı xanım, Ağabacı xanım, Şövkət Səfərova, Gülbacı Məmmədova, Ağadaş Qurban, Baba Rızayev, Daşdəmir Əliyev və bu siyahını çoxaltmaq da olardı. Məhz bu insanların fədakarlığı nəticəsində bugün dillərimizin əzbəri olan, folklor ansambllarımızın repertuarını bəzəyən bu mahnılar məhz bu insanların bizə ötürdüyü, böyük çətinliklə ötürdüyü mahnılardır. Onların ruhu qarşısında baş əyib deyirəm, Allah sizi rəhmət eləsin. Ölkəmiz tolerant bir ölkədir. Azərbaycan multikultural dəyərlərini bütün dünyaya nümayiş edir. Odur ki, icazə verin, sizə öz doğma ana dilim olan Talış dilində müraciət edeyim. Əizət oluşun, xosa millət. Həqiqəti ki, ömrü cama belə yola folklor iddarından. Bizlə ki, hükümət ama çanan bıka, icənan harşe çamak tuluşunku başıqrayı. Beşe bura ki, çaman nanon babon bama göre zengine işsin hoşta. Evi şumani helikardam on irsi ümbiteyo. On irsi ve omanaslon darminamın. Her şey çamak aşıkraya başta irsi koy peşanı. İkelen şumani ve idi münasebeti tebrik kardam ve vot edam. Bayramın mübarek Azerbaycan.